Bugündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə növbəti vakansiya seçimi mərhələsinə start verilir. ABŞ dolları yaxın gələcəkdə ucuzlaşa bilər. Bu proqnozu Almaniyanın bank ekspertləri verib. Tibb işçilərinin sertifikasiya imtahanlarında dəyişiklik nəzərdə tutulur. Suallar asan, orta və mürəkkəb olacaq. Eyni zamanda tibb işçilərinin bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır. Bu barədə Səhiyyə Nazirliyinin İnsan Resursları Elm və Təhsil Şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib. ABŞ-nin Demokrat Partiyası Prezident Donald Trump'ın impiçmenti üçün qətnamə təqdim edib. Fürsətdən istifadə olunmalı və İrana zərbələr endirilməlidir. Bunu İsrailin keçmiş müdafiə naziri Yoav Galant deyib. İşə götürənlər sistem üzərindən işçilərin əlilliyi ilə bağlı məlumatları siyahı formasında əldə edə biləcəklər. Çin ABŞ-ni gömrük rüsumları və iqtisadi təzyiqlər siyasətindən imtina etməyə, əvəzində bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa başlamağa çağırıb.